danışdığımız dua və ümidvarlıq mövzusunda bir Quran duasının ətrafında bir neçə cümlədə danışmaq istəyirəm. Həzrəti Yusuf əleyhissalamın dilindəndir bu dua. Təvəffəni muslimən və əlhiqni bis salihin. Məni müsəlman olaraq öldür. Peyğəmbər duasıdır. Həzrəti Yusuf əleyhissalamın duasıdır. Məni müsəlman olaraq öldür və salihlərə qovuşdur ölümümlə. İnsanın axırının necə olması əsas mövzudur. Axıra kim qalacaq əsas mövzudur. Dində olmaq, haqda olmaq yox, haqda qalmaq mühümdür. Çox çətin məsələ bundadır. Ələkdən keçib axıra qalmaq. Əl-ləzinə qalu Rabbunəllah thumma istəqamu. Dedilər Rəbbimiz Allahdır və dayandılar axıracan, möhkəm dayandılar. Mövzu budur ki, axır nəfəsə kimlər qalacaq? Hər zamanda tarixdə kifayət qədər böyük ibrətlər var. Heç kəs burada oturanların zəmanəti yoxdur əlində ki, axıra hansı şəkildə qalacaq, aqibəti necə olacaq? Bu, həyati məsələlərdən biridir, insan taleyində önəmli məsələlərdən biridir. Və elə birinci xütbə ilə də əlaqəsi var. Himmətin nə qədər yüksək olsa, bir o qədər axırın xeyir olma ehtimalı çoxdur. İnsan həmişə günahla savabın sərhəddindədir, cənnətlə cəhənnəmin sərhəddindədirsə, axırda cəhənnəmə yuvarlanmaq təhlükəsi çoxdur. Gərək çox uzaqlaşasan. Onun üçün də gərək yuxarı baxasan, yaxşıdan daha yaxşıya zillənəsən, pislə yaxşıya yox. Ağıl ona görə adama verilməyib ki, yaxşını pisdən seçmək üçün çox ağıl lazımdır adama. Ümumiyyətlə, insana ağıl nə üçün bəxş olunur? Yaxşını pisdən seçmək üçün. Yaxşını pisdən, məsələn, ağlımı işlədim görüm oğurluq yaxşıdır ya doğruluq. Ağlımı işlədim görüm sədaqət yaxşıdır ya yalan. Buna o qədər ağıl lazım deyil. Ağıl yaxşıdan daha yaxşını seçmək üçündür. Daha yaxşını ayırt etmək üçündür. Və insan ora diqqət yönəldəndə bədbəxtlikdən uzaqlaşır. Tarix boyu elə insanlar olub ki, heç kəs hətta özləri inanmazdı ki, axırlar elə olacaq. Mən xahiş edirəm, tarixi biraz başqa baxışla oxuyun. Mən sizə bunu çox demişəm keçmişdə. Biz məsələn keçmişə qaydanda deyək, insanlar necə pis idi, getdilər İmam Hüseyni öldürdülər. Xahiş edirəm, ya sən qayıd o dövrə, ya hadisəni gətir bu dövrə. Mən sənə misal çəkim ki, filan məsciddə olan Məşədi filan kəs var. Mömin, nurani bir kişidir. O gəldi, oldu Ömər Səd. Filan Hüseyniyyədə filan kəs var. O gəldi, oldu Şimr ibn Zülcövşən. Filan yerdə, bax bu, yəni indiki zamana gətirsən, mömin adamlar zahirən. Deyərsən ki, bu maşallah, necə, xanım Zeynəb ona görə dedi Ömər Sədə ki, sən baxa-baxa qardaşım Hüseyni öldürürlər. Mən bunu Məhərrəmdə çox danışmışam. Əvvəllər mənə təəccüblü gəlirdi ki, Həzrəti Zeynəb İmam Hüseynin qətl eləyənlərin komandanı idi Ömər Səd, qoşunun başçısıydı. Ondan belə bir sual soruşur ki, sən baxa-baxa qardaşımı öldürürlər, biraz anlaşılmaz çıxaraq, əmri bu verib. Sonra kitabların birində bunu gördüm ki, deyir ki, Həzrəti Zeynəb sadəcə bəşəriyyətə, insanlara, bizə mesaj göndərir ki, baxın, elə bir insan qardaşımın qatilidir ki, biz gözləməzdik ondan. Heç kəs yəni gözləməzdi. Qeybdən imamət elmi filan, bəsirət, İmam Hüseyin ağa demişdi ona. Amma ki, yəni, bax, təsəvvür edin, bugün heç bir gözləntin olmayan bir adam var, sən onu dindar kimi tanıyırsan. Əksəriyyəti bu adamlar idi, yığışıb gəlib Kərbəlada o cinayəti törətdilər. Məsələnin dərinliyi bundadır faciənin. Peyğəmbər salavatullah oturub, Həzrət Əli, Zübeyir, üç oturub. Zübeyir məhəbbətlə, təbəssümlə baxır İmam Həzrət Əli əleyhissalamın üzünə. Adam adamı sevəndə belə məhəbbətlə necə baxar üzünə? Zübeyir baxır. Həzrət Peyğəmbər soruşur ki, özü bütün mənbələrdə var bu hadisə. Yəni bir neçə mənbələrdə, bütün deyəndə bir neçə mənbələrdə var. Soruşur ki, Zübeyirdən, Əlini çox sevirsən, deyir, bəli, Əli mənim
Çox yaxın adamımdır, mən onu çox, həddindən artıq çox istəyirəm. Peyğəmbər buyurur ki, amma bir gün gələcək ki, zülmdən ona qarşı dayanacaqsan, onun qarşısında dayanacaqsan. Dedim, mən özü təəccübləndi. O qədər inanmadı ki, keçdi sözün üstündən. Başa düşmür ki, söz deyən Peyğəmbərdir. Dedim, necə ola bilər? Bu keçdi də sözün üstündən. Bu inanılmaz bir şeydir. Mesela Peyğəmbər ne üçün bunu dedi? Dayanmadım məsələlərin üzərində. Təxminən deyirlər 16 yaşından falandan iman gətirmişdi. Döyüşlərdə at çıxartmış bir adam idi. Əli əleyhissalamın qürbət dövrü var idi. Barmaq sayı yanında adam var idi. Həzrət Zəhranın da indi Əyyam-ı Fatimiyyə daxil olur da. Yəni şəhadət günü bir ehtimal var ayın 20-sinə düşür, 20 yanvara. Bir ehtimal da fevral ayının əvvəllərindədir. Bunu da elə haşiyə olaraq deyim ki, biz həmişə o ikinci ehtimal qeyd edirik, fevralda olacaq. Bu il fevralın əvvəlində, onun elanı əvvəlcədən deyiləcək, çünki məndən soruşurlar. Həzrət Zəhra dəfn olunanda barmaq hesabı adam onun dəfnində iştirak edirdi, biri də Zübeyir idi. Zübeyir onların içində idi. Həzrət Əli əleyhissalamın məscidə qolu bağlı aparanda silah çıxartdı Zübeyir. Hücum elədi və Bəni Haşimə dedi ki, niyə bu günə qaldınız ki, dayanıb baxırsınız bu vəziyyətə? Deyir, daş atdılar, belinə dəydi, silah əlindən düşdü, tərk silah elədilər, onu da tutub apardılar. Bir adam idi ki, yeganə adam idi, Həzrət Əlini məscidə aparanda etiraz elədi. Gəldi, çatdı bu yerə ki, ilk Həzrət Əli xilafətə çatandan sonra ilk ona qarşı çıxan adam Zübeyir oldu. O bir xəlifələrin dövründə zənginlikdə 4-cü, 5-ci adam idi. 11 evi var idi. Məsələn, Məkkədə biri, Bəsrədə biri, Mədinədə biri. Evləri, sərvəti. 3 ay keçmişdi təxminən, bilmirəm, alimlər təsdiq edirlər. Bir qısa müddət xilafətə çatmasından keçmişdi, Cəməl döyüşü baş verdi. 2 qoşun üzbəüz dayanıb, Zübeyir o qoşunun başçılarından biri, bu yanda da Həzrət Əlinin qoşunu. Həzrət Əli əleyhissalam gəldi silahsız meydana. Künyə ilə çağırmaq ərəblərdə var da, bilirsiniz. Künyə, yəni oğlunun adı ilə atanı çağırmaq. Məsələn, birinin oğlunun adı Həsəndirsə, Əbul Həsən deyirlər ona hörmət əlaməti olaraq. Həsənin atası. Bu ehtiram üçündür. Gəldi, Həzrət Əli onu ehtiramla çağırdı. Dedi, ya Əba Abdullah, Abdullahın atasıydı. Çağırdı onu. O da gəldi. Gəldi, meydanın ortasında dayanıb söhbət edirlər. Hamı gördü, Əli əleyhissalam silahsızdır, söhbətə gəlib. Dedi, yadındadır, Peyğəmbərlə oturmuşduq, belə bir şey oldu. Dedi, başını tutdu, dedi, hə, yadıma düşdü. Qısa bir söhbət elədilər. Gəldi, deyir, qayıtdı, gəldi pərişan halda. Onun oğlu ki var, o çox bu hadisələrin səbəbkarı idi, əsasən. Deyir, atasına başladı söz atmağa. Nə oldu, qorxdun Əlidən falan? Dedi, mən qorxmadım, qorxmaq məsələsi deyil, mən yadıma bir şey saldı. Deyir, belə çox narahat halda yavaş-yavaş uzaqlaşdı qoşundan. Yavaş-yavaş çəkildi bir kənara. İbn-i Cürmuz adında bir adam vardı Həzrət Əlinin qoşununda. O da sonradan xəvaricdən olacaqdı, sonradan. O gəldi, onu təqib elədi, onu öldürdü. Qılıncını götürdü, gətirdi Həzrət Əliyə ki, Zübeyri öldürdüm, Zübeyri öldürdüm. Deyə bilər ki, bu tövbə eləmişdi. İctimai fəsadın tövbəsi etirafdır. Fərdi günahın tövbəsi əstəğfirullahdır. Yox, sən dava başlamısan, Həzrət Əliyə qarşı çıxmısan, hür kimi olur tövbə ki, yerini dəyişəsən. Tövbə belə olur. Bu tövbə deyil ki, mən haradasa xəlvətdə günah eləməmişəm, çəkilim xəlvətdə tövbə eləyim. Mən bir ictimai fəsadın əsasını qoymuşam, müharibə, fitnə alovlandırmışam, etiraf eləməliyəm. Bunun tövbəsi də olmalı. Bu bir cür halda ayrıldı, getdi. Nəysə qılıncı gətirdi Həzrət Əlinin qarşısına qoyanda. Həzrət Əli gözü doldu, baxdı o qılınca, dedi ki, bu qılınc nə qədər, neçə dəfələrlə Peyğəmbərin ürəyini şad eləyib, Peyğəmbərin qəlbini şad eləyib. O öldürənə də etina eləmədi, dedi, Peyğəmbərdən hədis eşitmişəm ki, əl-qatilu vəl-məqtul kilahuma finnar, hər ikisi cəhənnəmlidir, ölən də, öldürən də bu məsələdə. Bu
Bunu yadda saxlayın, yaxşılar pis olanda hamıdan pis olurlar. Elə bil ki, pislərin kərvanından geri qal, baxı bu neçə il ibadət eləyib, onlar gedib qaba. Bu gələn kimi başlayır o pislərin hamısını ötməyə. Əlindən çıxıb da neçə ildir onu kompensasiya eləmək üçün yaxşı çevrilib pis olanda, yaxud da yaxşı kimi tanınan adam pis olanda hamıdan betər olur, hamıdan pis olur. Bunu deyəndən sonra bir nöqtəyə işarə edeyim, 7 dəqiqədə sözümü yekunlaşdırım. Neynəsin insan süqut eləməsin? Müxtəlif yollar demək olar. Mən birinə işarə eləmək istəyirəm. Adam neynəsin ki, süqut eləməsin? Namaz, oruz, zikir, ziyarət, bunlar sığortalayır insanı, bunlar faydalıdır, amma həll yolu deyil. Bunlara subul deyilir, səbil, yəni cığırlardır, sirat başqadır. Sirata çıxdınsa, azmaq yoxdur. Sirata çıxdınsa. Sirat nədir? فَأَنِعْبُدُونِ هَذَا صِرَاتٌ مُسْتَقِيمٌ. Sirat, bənə bəndə ol ki, doğru yol budur. Siratda olan o insandır ki, əmrə müntəzirdir, əmrə itayət eləyir. Ubudiyyətlə ibadətin fərqi var. Şeytan abid idi, əbd deyildi. Adam abid ola bilər. Abidliyi istəyə həll eləmir. Bizim abidliyimiz bəzən sizdən uzaq, özümə deyirəm, mənim abidliyim şeytanın abidliyinə oxşayır. Ne üçün? Çünki meylimə uyğun ibadət eləyirəm. Dinin çətinliyi yaxşı iş görməkdə, pis iş tərk etməkdə deyil. Dinin çətinliyi bundadır ki, lazım olanı, səndən tələb olunanı edirsən yoxsa yox. Mən deyərdim ki, din budur. Bunu müəyyən eləyib, buna əməl eləməkdədir problem. Yoxsa biri bu yaxşılığı eləyir, biri o yaxşılığı, adamlar da çaşbaş qalır ki, hansı düzdür? Bax, budur, əsas məsələ budur. Məndən nə tələb olunur, onu eləməliyəm. Buna deyirlər ubudiyyət. Əbd budur ki, nə desələr desin baş üstə. Yoxsa şeytan deyirdi ki, yenə də deyirəm, hikmət var bu hadisədə. Şeytan günah eləmir deyə, şeytan alternativ olaraq Allaha ibadət təqdim edir. Deyirdi, ilahi, bu bir dənəni məndən istəməm, mən getmirəm, araq içməyə. Içməyəm, şeytan araq içə bilir, yoxsa yox. Mən getmirəm, məsələn, zina eləməyə, mən gedirəm ibadət eləməyə. Allah da dirəndi, deyəndə, yox, bu bir dənə ubudiyyət istəyirəm, ibadət yox. Mən istəyən elə, mən istəyən yaxşılıq elə. İndi həmin o Zübeyrə qayıtsaq, Zübeyrlə Miqdadın bir fərqi var idi. Qaydaq o hadisəyə. Qaydaq o hadisəyə. Miqdad deyir, tarixdə belə qeyd edir. Deyir ki, Miqdad əlini qılıncında tutub, Həzrət Əlini aparırlar, deyir, gedir yanı ilə, gözü Həzrət Əlinin gözündədir. Qılınc əli qılıncında baxır, Əli əleyhissalamdan işarə gözləyir ki, mən neynəməliyəm? Elə hərəkət edir axıracan. Həzrət Əli də heç bir işarə vermir. Bu isə qılınc çəkir, deyərsən əlini müdafiə edir, yox, nə eləməlidir onu eləmir. Nə eləməlidir onu Miqdad eləyir. Miqdada deyirlər, səbr elə, səbr eləyir. Amma əli də qılıncındadır. Bu birisi çıxır, cihad eləyir. Amma eləməli olduğunu eləmir. Və məsələ indi bunda idi. Zübeyir cihad eləyirdi, amma nə lazım idi onu eləmirdi. Bu ubudiyyət deyil, bu bəndəlik deyil. Bir alim deyirdi, getdim bir Arifin ziyarətinə, orucluq aydı. Xəstə idi, yatırdı. Yanında da tabletkalar, dərmanlar. Dedim, oruç tutursan, dedi, yox, kişi kimi orucumu yiyirəm. Dedim, bu mənə əslində dərs verir ki, oruc yemək hökümdürsə, orucu yeməlisən. Yox, mən müqəddəs adamam, mən oruç tutacağım, yox, lazım olan oruç tutub tutmamaq deyil, əmrə itayətdir. Əmrə itayətdir. Allah deyir, yi orucu, vəssalam. Şir kimi otur, yi. O yeməyin savabı az qalmaqdan çoxdur, yox, az qalmaq artıq ibadət deyil, o şeytanın ibadətidir. Deyir, mənə o sözü deməkdə sən də məqsədi budur ki, kişi kimi yiyirəm, yəni necə lazımdır yiyirəm, yemək lazımdırsa yiyirəm. Özünüzü hesab kitaba çəkəndə, biz həmişə belə eləyirik ki, bu işləri, yaxşı işləri görmüşəm, hələ eləsək. Bu günahları da bugün eləmişəm. Əstəğfirullah, əlhamdülillah.
Budur bizim hesab kitabımız. Hesab kitab budur ki, mən elədiyim şeyləri eləməliydimmi? Mən bugün hansı işləri görməliydim, onları gördümmü? Ya görmədim? Bu önəmli məsələdir. Bu çox mühüm məsələdir. Deməli, süqut etməmək üçün bir, lazım olanı eləmək, iki, lazım olanı onun üçün eləmək, Allah rızası üçün eləmək. Bu iki şey olsa, ki bu özü də, yəni biləkdə heç olmasa bu lazımdır. Bu iki şey olsa çox yaxşıdır. Hər şücaət yaxşı xüsusiyyət deyil. Hər təvazökarlıq yaxşı xüsusiyyət deyil. Adam var təvazökarlıq edir adam ovlamaq üçün. Xüsusən ruhanilər arasında mənim kimlərə aiddir bu. Deyirlər, maşallah təvazökardır, o ilə görüşür, bu ilə görüşür, uşağı da. Bu təvazökarlıq öz-özlüyündə dəyər deyil. Təvazökarlığın arxasında məkirli niyyət yana bilir. Bir alim var, adını demirəm, tanıyırsınız. Deyirlər, soyuq danışardı cəmaatla. Soyuq danışardı. Dedilər, axı, sən özün əxlaqdan danışsan, Peyğəmbərin əxlaqından filan, adamlarla belə olmalısan, elə olmalısan. İndi nə oldu? Özündə onun əsər əlaməti yoxdur. Deyir, onlar hamısı düzdür, mən nəfsimdən arxayın deyiləm. Mən bilmirəm ki, bu üzə gülməklər, mən salam vermək, bağırma basmaq nə üçündür? Onu bilsəm ki, Allah üçündür, elə olmalıdır. Amma onu müəyyən eləmək çətindir. Hər bir şücayət, hər bir səxavət, hər bir təvazökarlıq fəzilət deyil. Ona təhrik edən amil nədir? O, onunla ölçülür, niyyətə bağlıdır. Adam var, sadə yaşayır, nə üçün özünü göstərmək üçün? Sadə yaşayır, yamaqlı giyinir. Desinlər, filan kəs zahiddir, başına adam toplansın. Bəzi adamlar belə şeylərə gəlir axı. Yem atıb, necə deyim, balıq tuturlar. Cəmaat üçün bir bəzi yemlər var ki, atırsan. Bahalı maşından düşsə deyəcəklər ki, bu dünya pərəsti neyiniyim? Dərviş libasında. Məsələn deyirəm, o bahalı maşında gəzsəydi ixlasdan məsələni bundan daha yaxşı idi. Onun da əlbəttə məqamları var, yeri var. O mövzuya daxil olmaq istəmirəm. Məscid tikirdilər Bəhlulun zamanında. Bir dəstə adam məscid tikirdi. Həşir məscid tikirik. Harun, xəlifə Harunun vaxtında. Getdi bir lövhə sifariş elədi Bəhlul daşdan. Üstünə yazdı ki, Bəhlul məscidi. Gecə ilə. Gecə ilə gəldi, məscidin divarına vurdu. Səhər durdular görə Bəhlul məscidi. Bilirlər, yenə bunun işləridir. Tapdılar, gətirdilər, deyir, vururlar da, onu cəzalandırırlar. Deyir ki, niyə görə eləyirsiniz? Deyir, axı, başqasının işini öz adıva çıxmırsan. Sən tikdirmirsən, deyirsən, mən tikdirmişəm. Deyir ki, cəmaatı allatmaq olar. Cəmaat səhv başa düşə bilər. Amma bilən bilir kim tikib. Əgər onun üçündürsə, yazım Bəhlul məscidi, yazım nə məscidi, sənə nə narahatçılıq var. İxlası bununla ölçsə, ona lazım deyil, ora Bəhlul adı yazsın. Onlara sübut eləmək istəyir ki, işin mahiyyəti budur. Məscid tikib filan kəs, adımı da qoyun ora, hər məclisdə də adımı çəkin, hamı bilsin. Bu ixlasın önəmi, yəni vəzifəni müəyyən etdikdən sonra o işi ixlas üçün görməkdir. O işi ixlasla görmək, Allah üçün görməkdir. Sözümü bitirirəm. Bax, bu məfatih oxuyuruq. O məfatihdə Hacı Samir da qardaşımız buradadır, təsdiq eləyər. Zəif hədisi olan, zəif sənədi olan dualar var, müxtəlif zəif rəvayətlər, dualar var. Amma dua mövzusunda deyirlər, ümumiyyətlə duanı oxumaq olar da, zəif də olsa dua da oxuyursan, eybi yoxdur. Nəyə demək istəyirəm? Mesela onun kitabı niyə ən çox oxunan dua kitabıdır? Mən düşünürəm onun xalisliyinə görədir. O qədər xalis adam olub, deyirlər ki, çox diqqətli olub ixlas məsələsində. Yoxsa ki, çox dua kitabları yazılıb, biz elə bir dənə məfatih yazılıb. Dua kitabları var, indi də yazılmaqdadır. O qədər diqqətli olub, bir hadisəsini danışmışam. Bir kitabı var, Axirət mənzilləridir kitabın adı. Tərcümə də eləyiblər deyəsən onu. Mən görmüşdüm, bəli, tərcümə eləyiblər. Deyir, gəlib, bilməm, məsələn, oxuyub tətilə gəlib, nəyə gəlib? Axşam məsciddə məclisdə bir qoca molla danışır, kənd mollasıdır. Orada çıxış eləyir. Bunun kitabını götürüb, üzündən oxuyub danışır. Bu hər gün evə gələndə atası danlayır bunu ki, səndən bir şey çıxmadı. Və molla filan kəs,
oxuyur qəşəng axirət mənzilləri mövzusunu açıb danışır. Getdin heç də, bu demir ona ki, bu mən yazmışam o kitabı. Deyir, dostlar demək istəyir, indi belə asan deyir, biz gülürük, amma kimsə bizim gördüyümüz işi öz adına çıxsa, basıb gözünü çıxardarıq onu. Burada bu adam molla danışır, ata da danlayır, deyir, hamısına deyir ki, haram eləyirəm deyəsiniz ki, mənim kitabımdır. Onun hadisəsini oxumuşam həyatında, deyir, Məşəddə bir müddət qalırmış, müxtəlif məscidlərdə gedib işnamazlıq eləyərmiş, tanınmış adam idi. Amma deyir, adam olmayan məscidlərə gedərmiş, boş məscidlərə gedərmiş, orada ibadət eləyərmiş. Adam çoxalan kimi çıxıb gedərmiş. Yenə bir xəlvət məsciddə aparmış, orada ibadət eləyərmiş. Adam artan kimi gedərmiş. Bir məsciddə deyir, bir dəfə mən bunu oxumuşam həyatımda, deyir, şam namazını qılır, şam namazını qılır. Adam doludur, izdiham. Gövhərşadda ibadət eləyir, cəmaat namazı qılır. Gövhərşad da bilirsiniz də Məşəddədir. Orada cəmaat deyir, düzülüb, şamı qılır, xiftənə durub çıxıb gedir. Deyirlər, hara gedirsən? Təsəvvüründə bir alim cəmaat namazını qılıb, yarımçıq gedir. Deyir, şam namazını qılanda, bəziləri gecikmişdi birinci rikətə, ya Allah deyirlər ki, rükunu çataq. Ya Allahı çox uzaqdan eşitdim. Adam hiss edir ki, ya Allahı məsələn küçənin o başında deyirlər. Eşitdim, bir an deyir, dedim ki, mənim namazımda bu qədər adam var və o fikir beynimdən keçdi deyə xiftəni cəmaat namazına imamət eləməyə səlahiyyətim yoxdur. Mən özümdə bu səlahiyyəti görmürəm. Adamlar var, bu qədər diqqətlidir. Bu qədər diqqətlidir və bu qədər diqqətli olmaq Allahla insan münasibətini şirinləşdirir. Son olaraq bunu deyim ki, Allah deyir ki, günahkar da olsun, səmimi adam ol. Səmimiyyət çox mühüm məsələ. Allahla səmimi ol, oyun çıxartma, 100 günahı bağışlayar Allah. Hoqqabazlıqdan Allahın xoşu gəlmir. Üz belə yaratmaq, belə necə deyim, restlərlə, filanla, dindarlıq restləri, təzə ki, yayılı bir adamlar arasında bəzi işarələrlə, bu dayanmaqla, belə dayanmaqla, elə dayanmaqla dindarlıq olmur. Sadə ol, səmimi ol, necə olursansa elə ol, elə görsəndiyin kimi ol. Həqiqətən də bu çox vacib məsələdir. Bu qədər bizim bəhsimiz. İnşallah qarşıdan 20 yanvar hadisəsinin növbəti il dönümü gəlir. 90-cı ilin 20 yanvar hadisəsinin və Allah qoysa bazar gününə təsadüf eləyir. 20 yanvar günü zöhr namazından sonra məsciddə Quran məclisi olacaq. Mən qısa çıxış eləyərəm, bir neçə dəqiqə, sonra Hacır Ustanı da dəvət eləyər, bir Yasin oxuyar, şəhidlərimizin anım mərasimi olacaq. Zöhr namazına bazar günü inşallah iştirak eləsəz məsciddə çox yaxşı olar.